Həmin oğlansan sən. Yetim getdin, gəldin əskəriyə. Allah həmin uşaq. Bildiniz hansı uşaqlar? Yadımızda ağlayırdı, imtahandan kəsilmişəm, maqa, əskər aparılır. Yetim nətər keçdi əskəri? Komandirin otağına bir dənə təpik. Bilinir ki, uca zor şey. Nə oldu elə bir dənə mənə turban eləmişdilər. Mənim əlimdə idi süpürgə əskərlikdə. Nə oldu elə? Hamımız elə zulo kimi getdi, zulo kimi gəldiniz. Elə bir dənə mənəm turban əskərlikdə. Mən olan yerdə mən əskərlik görməmişəm. Mən ancaq kartoşka zat soymuşam. Mənim əskərliyim ancaq kartoşka soğan soymaq olub. Kuxunada işləmişəm də yetim. Divarına xidmət eləmişəm. Mamanın elə tanışı ilə getdim də ora. Yoxsa belə kuxunuya hər adam gelib işləmirəm. Kuxuna elə belə şey deyil, yetim, yemək pişirsən. Mən özüm şirniyyatçı olmuşam. Dəyişilmisən ha yetim, tonun zadını dəyişir. Skromla olmuşsan hə uşaq. Bir dəfə də suroka girib çıxsan, söz düzələsən. Deyirsən ki, saçın keçəldir. Niyə bırak kəsdin? Hardan çıxdı? De Allah haqqı, niyə bırak? Avtoxiliqan, elə! Avtoxiliqan, əskər adamsan, sən avtoxiliqanlıq yaraşır xəstə. Avtoxiliqan. Çıxan günü nə qədər cərimə ödədin? Yo, eşitmirlər, denəm mən bilim də. De Allah haqqı, yetim, sənə hörmət edir. Hörmət olub o sənə.